deyirəm, yol zarafat sevmir. Yola ciddi hazırlıq lazımdır. Yola ciddi nəzəri hazırlıq lazımdır. Yola ciddi psixoloji hazırlıq lazımdır. Yola ciddi texniki hazırlıq lazımdır. Yəni maşın sürməyə bilmək lazımdır. Və yenə də deyirəm, Bakıda maşın sürmək üçün adi sürücü yox, xüsusi təyinatlı sürücü olmalıdır. Nədir bu? Bu bilirsiniz də xüsusi təyinatlı nədir? Xüsusi təyinatlı adi əskərdən qat-qat deməli xataları görən, onlara qarşı tədbir görə bilən əskərdir. Yəni daha üstü. Bəli, Bakıda mən yenə deyirəm, tam məsuliyyətlə deyirəm, yalnız qaydalar çox vacibdir. Hər şey A hərfi qaydalardan başlayır. Ancaq yalnız qaydalarla qaçıb qəzadan qaça bilməyəcəksənsə, öncədən görə bilməyəcəksənsə, hadisələri proqnozlaşdıra bilməyəcəksən, sən elə qaydalarla sürdükcə kimsə qaydasız gəlib səni vuracaq. Bax, bunu tam məsuliyyətlə, 35 ildir mən sükan arxasındayım. Bunu yenə də deyirəm. Təhkə qaydalar kifayət etmir. Özünü qoruma hissi, diqqət hissi, maşını virtuoz olaraq idarə etmək və xüsusi təyinatlı olmaq lazımdır ki, bu şəhərdə sağ-salamat qalasan.